Salam, bu Bookline podkastıdır. Hədəfimiz rəqəmsal kitab klubu və mütaliə platforması formalaşdırmaqdır. Deyirlər, bəzi insanlar kitab yazır, bəzi kitablar isə insanı yazır. O, hər iki tərəfi yaxşı tanıyır. Həmsöhbətim, millət vəkili, şair, ictimai fikir adamı Elçin Mirzəbəyli də onunla. Bugün biz biraz kitabdan danışacağıq, biraz oxumağın insanı necə dəyişdirdiyindən, amma daha çox onun oxuduqlarının onu necə dəyişməsindən danışacağıq. Elçin, başlayaq. Başlayaq. Deməli, birinci sualım, hədəfimiz ki, auditoriyamız ki, gənclərdir. Onları diqqətini çəkmək istəyirəm ilk sualımdan. Deyinilən, hətta biraz qorxudulan qədərdirmi? Daha kitab oxumuruq. Təhlükəli həddədir. Əslində bu hədd heç vaxt müsbətə doğru olmayıb. Belə bəzən Sovet dövründə yaşayan, həmin dövrdə doğulan insanlar bəzən həmin dövrdə kitabın, qəzetin, jurnalın daha çox oxunduğundan danışırdılar. Amma qənaətimə görə müəyyən bir fərq olsa da, amma deyilən qədər deyildi. Yəni müqayisə ilə tutaq ki, elə bizim tez-tez nümunə gətirdiyim Rusiyadan və yaxud Belarusdan və yaxud digər postsovet respublikalarından fərqli olaraq Azərbaycanda həmişə az oxuyurdular. Təbii ki, müəyyən kitablar olurdu, xüsusilə də bu SSR-nin süqutun son illərindən başlayaraq müəyyən zaman kəsiyində 84-85-ci illərdə bəzi daha çox populyarlıq qazanan əsərlər var idi. Kütləvi şəkildə oxuyurdular onu. Amma ümumən mən Azərbaycanda təəssüflər olsun ki, oxu mədəniyyətinin hər zaman yüksək səviyyədə olduğunu söyləyə bilmərəm. Bugünkü nəticə ilə, ortalıqda olan nəticə ilə təbii ki, həmin dövrün nəticələri arasında, səbəbləri arasında çoxlu şərtlər var. Həmin dövrün diktə elədiyi şərtlər fərqli idi, amma bugünkü ətraf mühitin formalaşdırdığı, təhsilin formalaşdırdığı şərtlər tamamilə fərqlidir. Bu baxımdan da müqayisə bəlkə də müəyyən qədər qüsurlu alınır, amma düşünürəm indiki halda biz şəxsiyyət yetişdirməkdən daha çox, formalaşdırmaqdan daha çox konkret sahələr üzrə mütəxəssislər yetişdirmək istiqamətinə, yəni dünyada hal-hazırda trend olan istiqamətə yönəlmişik və biz onu bir tərəfli qaydada qəbul etmişik. Yəni deyirsiniz, kitab oxuyurlar, amma ixtisas kitab oxuyurlar. Prinsip etibarilə elədir. Kitab oxuyurlar, amma ixtisas kitablar oxuyurlar, amma biz hər zaman bir tərəfli qəbul edirik. Dünyada baş verən trendləri, yalnız özümüzə lazım olan hissəni götürürük. Yəni onlar mütəxəssis kimi də kitab oxuyurlar, bədii ədəbiyyatda oxuyurlar. Yəni nəticə etibarilə proses paralel şəkildə gedir. Çünki şəxsiyyət formalaşdırmadan, nəticə etibarilə baza biliklərinə və yüksək biliklərə, bədii zövqə malik olmadan insan ümumiyyətlə öz məzmununu, mahiyyətini itirir. Həyatın mənası, rəngləri tamamilə çalarları itirir. Baxımdan düşünürəm ki, bu proses paralel şəkildə həyata keçirməlidir. Bax, siz bir oxucu olaraq, əvvəlcə oxucu olaraq, bax, necə saldınız kitabı həyatınıza? Bu vərdişi necə formalaşdırdığınızı xatırlayırsınız? Yəni, gündəlik həyatınızın, məişətin bir hissəsində kitab necə yer elədi özünə? Uşaqlıq, bu daha çox ailə ilə bağlı idi və ailədə hər kəs oxuyanda və kitab oxumaq sənin üçün həm də özünü təsdiqləmək üçün bir vasitəyə çevriləndə o zaman təbii ki, o mühit səni formalaşdırmağa başlayır. Mən təbii ki, böyük bacılarımın dəstəyi ilə çox tez oxuyub yazmağa başlamışam. Evin kiçik uşağı idim. Ona görə də bacılarımla mənim aramda olan bir fərq məsafə həddən artıq yaş fərqi çox idi. Onlar artıq müəyyən zaman kəsiyində kifayət qədər mütaliə etmişdilər və mən həmin onların təsiri altında daha çox biz artıq yarışırdıq. Yəni həftə ərzində 5 kitab oxumaq və daha sonra həmin kitablarla bağlı müzakirə aparmaq, kim daha çox oxuyub bir yarışması gedirdi aramızda və mən sürətli oxumaq tərzimdən
bir qədər narazı qalırdılar, bir qədər də etimadsızlıq ilkin dövrdə yaranırdı ki, mən yəqin yarımçıq oxuyuram kitabları sürətli onlara çatmaq üçün, amma sonra ayrı-ayrı kitabın hissələrindən suallar verirdilər. Daha sonra artıq bu əmin iş yarandı. Elə bir məqama toxundunuz. Əslində bizim də məqsədimiz həm də mütaliə platforması formalaşdırmaqdır. Yəni bir yerdə oxuyanda, məsələn, kitab klubları nəyə görədir? İnsanlar üçün kitablar seçilir, moderatorlar seçilir. O kitabı oxumaq üçün deadline-lar qoyulur ki, bax bu ənənələrin formalaşması siz məsələn danışırsınız 20-30 il əvvəldən də. Çox. Bugün bu ənənələr itib, məsələn, öz şəxsi həyatınızda, öz 40-50 təcrübənizdə, bundan öncə öz təcrübənizdə necədir? Bax, məsələn, siz gördünüz evdə kitab oxuyanları oxudunuz. Sizin əlinizdə kitab oxuyan görüb bir neçə nəfərə təsir elə, siz heç ötürdünüzmü onu? Təbii ki, ötürdüm. Deməli, olur. Deməli, bu coğrafiyanın problemi deyil. Bir rəqabət məsələsi də var ortalıqda. İndi rəqabət insan üçün ən vacib inkişaf elementidir. Yəni, vacib bundan qaçmaq mümkün deyil və ən klassik nəticə etibarilə bu rəqabəti qənaətimə görə formalaşdırmaq lazımdır. Ayrı-ayrı platformalarda, elə təhsil sistemində və digər sahələrdə boşuna buraxmaq olmaz bütövlükdə prosesləri. Məncə də bu nümunəni yaratmaq olar. Amma çox-çox əvvələ qayıtmaq lazımdır bəzi və sıfırdan başlamaq lazımdır. Yəni, hətta yarı yoldan başlamağın da mümkün olduğunu düşünmürəm. O qədər. O qədər deyirsiniz. Təkcə bu sahədə deyil. Mədəniyyətin bütün sahələrində, teatrdan bağlıdır, digər sahələrlə də bağlıdır. Siz bu paraleli sıfırdan başlamaq. Bizim cəmiyyətdə yox, ümumiyyətlə belə Qərbədə, elə Şərqədə, məsələn, çünki Hindistanda siz demə çox oxuyurlarmış. Onlar statistikada, kitab mütaliəsində birinci yerdədir. Siz bu reqresi bütün cəmiyyətlərdə müşahidə edirsiniz, yoxsa bu biraz coğrafiyanın problemidir bizim mental mədəniyyətimizin? Mental xüsusiyyətlər var burada. Elə əvvəllər də sevməmişik. Yəni biz ötən əsrin əvvəllərində yazılan əsərlərə diqqət yetiririk. Amma oxumalıyıq deyirsiniz. Məktəbə getməklə bağlı, kitab oxumaqla bağlı, elə Cəlil Məmmədquluzadənin əsərlərini xatırlasaq da, müəllimə uşqol deyilən bir cəmiyyətin nümayəndələri indi formalaşmışıq, yetişmişik, dəyişmişik, müstəqil dövlətimiz var və nə yaxşı ki var. O baxımdan o mental xüsusiyyətlər 100 il bundan öncəki mental xüsusiyyətlərin bir hissəsi bizi tərk etməyib, hələ ki var, hələ ki qalmaqdadır. Gənclərimiz oxumadıqlarını müxtəlif səbəblərini izah edirlər. Vaxt azlığı, mürəkkəb cəmiyyət, mürəkkəb həyat. Mən əminəm ki, sizin qədər onlar məşğul deyirlər. Bir millət vəkili kimi, bir ictimai fəal kimi sizin kitab oxumağa vaxtınız qalırmı? Vaxtım qalır, amma mən insanın müəyyən bir dövrü olur ki, və həmin dövrdə şəxsiyyətin formalaşması prosesində, zaman kəsiyində sən artıq özünü yetişdirməli olursan. Bir var, səni yetişdirənlər, bu bir mərhələdir. Yəni, sənə tövsiyə olunan kitablar, sənə deyilən kitablar və s. və daha sonra sənin həyatını dəyişdirən, səni şəxsiyyət kimi formalaşdıran əsərlər, kitablar, bu artıq fərqli tendensiyadır. Bunu artıq özün qazanırsan. Bugün də oxuyuram, amma işimlə bağlı daha çox oxumaq məcburiyyətində qalırıq. Gündəlik informasiyalardır və eyni zamanda həmin informasiyaların təhlil olunması üçün lazım olan həm klassik nəzəriyyələrdir, həm də çağdaş nəzəriyyələrdir, müasir nəzəriyyələrdir. Bədii ədəbiyyat oxumağa vaxtım olur. Yəni fərqi yoxdur bunu. Onlayn qaydada oxuyuram. Yəni rəqəmsal formada da oxuyuram təkcə. İndi bu gənclərimizin rəqəmsal belə bir ciddi fərq yoxdur. Yəni prinsip. Audio kitablarla aranız necədir bəs? Audio kitabxanalarla təəssüflər olsun ki, Azərbaycanda hələ bu mədəniyyət tam formalaşmayıb, yəni çox azdır və bir çox hallarda da audio kitabxanalar mənim zövqümə uyğun gəlmir, bədii zövqümə, bu baxımdan da dinləməyə üstünlük vermirəm. Fikriniz yayınır, yəni o qədər peşəkar olmayanda dinləyə bilirsiniz. Təbii ki, bir də ki, gözlə qəbul etmək, artıq o vərdişlər formalaşıb uşaqlıq illərimizdə. Yəni bizim nəsil daha çox informasiyanı gözlə, görərək qəbul edən
nəsildir, nəinki eşidərək. Baxımdan mən daha çox Kitabın oxumağı səhifənin enerjisi. sevirəm. Təbii ki, onun kitabın enerjisi fərqlidir, kağızın qoxusu var. Müasir gənclik ola bilsin ki, bunu hiss eləmir. Yəni mən qınamıram buna görə xüsusi olaraq kimisə. Yəni mütləq belə olmalıdır. Yox, elə olmalı deyil. Bəlkə də bu inkişafın bir mərhələsidir. Ola bilsin, amma bizim üçün ənənəvi olan məsələlər var ki, onlardan imtina etmək mümkün deyil. Yəni bu baxımdan da kitab həmişə mənim üçün doğma olub və bu gün də doğmadır. Ömrüm nə qədər olacaqsa, ömrümün sonuna qədər də prinsip etibarilə dəyişməyəcək bu reallıqların heç biri. Kitab biraz da belə təbliğat maşınıdır. İnsanlar bir-birlərinə oxuduqlarını tərifləyirlər. Ən azından bir Var mı kəsim. o mədəniyyət? Məsələn, sizə ən son nə tövsiyə olunub oxumaq üçün? Artıq mənə heç nə tövsiyə olunmur. Yəni müəyyən bir zaman kəsiyindən sonra artıq sənə kimlərinsə tövsiyə edəcəyi kitablar çox nadir hallarda olur və son 10 Bəlkə də il sizin ərzində oxumadığınız kitab qalmış, ola bilər, hə? Ya elə deməzdim. Yəqin ki var. Mümkün deyil. Amma hər şeyi də oxumaq istəmirsən. Yəni Ümumiyyətlə hər şey oxumaq ilk lazımdır. cümlədən qənaətimə görə xeyr, lazım deyil. Yəni prinsip etibarilə sənə nə lazımdırsa, ən əsası odur ki, sən özünü necə formalaşdırmaq istəyirsən. Bu düsturu tapasan həyatında. Nə istəyirsən sən ümumiyyətlə? Hədəfin nədən ibarətdir? Və həmin hədəfə də bədii zövq də o hədəfə xidmət eləməlidir. Söhbət təkcə ixtisasdan, sahədən getmir. Yəni sənin bədii zövqünün formalaşması prosesi də, sənin şəxsiyyət kimi formalaşması prosesində iştirak edən ədəbiyyat nümunələri var. Onu özün seçməlisən birinci növbədə. İki faktor var. Mən nümunə gətirdim. Bir, səni necə görmək istəyirlər. İki, sən özünü necə görmək istəyirsən. Mən həmişə özümü necə görmək istəyirəm yolunu seçmişəm. Məni necə görmək istəyirlər yolunu seçməyəm. Baxımdan bu çox vacib faktordur. Özünü yetişdirmək lazımdır və kitabı da özünü yetişdirmək üçün seçməlisən. Yəni qənaətimə görə hədəf bundan ibarət olmalı. Təbii ki, tövsiyələr nəzərə alınmalıdır və insanları dinləmək lazımdır və təcrübəsi olan insanları da həmçinin dinləmək lazımdır. Amma yenə seçimi sən özün eləməlisən. Onda biraz dəyişim. Siz tövsiyə etsəniz, Bəli. bir kəsim gənclərə 15-20 yaş arası şəxsiyyətlərini formalaşdırmaq üçün, empatiya duyğusunun formalaşması üçün, mədəni insan olmaq üçün bax bir-iki kitab tövsiyənizi alardıq. Çox saylı nümunələr gətirə bilərəm. Yalnız Milli ədəbiyyatımızdan da, klassik nümunələrdən də. Məsələn, Mən deyə bilərəm, mənim həyatımı dəyişən kitablar nədən olub? Düşüncəmi dəyişən. İslamı dəyişirəm. Yəni kitablar insan həyatını dəyişə bilir. Əlbəttə, həyatını, düşüncəni, dünya görüşünü, kitab da dəyişə bilər, film də dəyişə bilər. Hər şey dəyişə bilər. Yəni seçimlərini dəyişə bilər, yolunu dəyişə bilər, istiqamətini. Təbii ki, indi bədii ədəbiyyatda indi həm nəsr, həm poeziya nümunələrinin çoxsaylı nümunə gətirə bilərəm, amma mənim ən çox düşüncəmi dəyişən, mən artıq orta məktəbin 10-cu sinifində oxuyanda və sona yaxınlaşanda həmin dövrdə Sumer Qibaqov Allahların Alatoranı adlı bir neçə fəlsəfə adamının deməli əsərinin yer aldığı kitab var idi. Orada Freud da var idi, Nietzsche də var idi. Yəni Antikrist də var idi. Freudun əsəri də var və digər yəni. Və mənim düşüncəmin tamamilə dünyaya olan münasibətinin, həyata olan münasibətinin və insana olan münasibətim, təbiətə olan münasibətim məhz həmin kitab dəyişib. Ən çox. Mən sarsıntı kimi dəyişib. Bir var ki, tədrici bir keçid ola və amma mən o zamana qədər oxuduqlarımla o zaman qarşılaşdığım reallıq tamamilə fərqli olub və mən o kitabla həyata olan baxışımı faktiki olaraq dəyişmişəm. Bu ikinci bir amildir. Daha sonra həyatımı dəyişən əsərlərdən Leonid Andreyevin Anatema piyesi olub və o piyesi sonra tərcümə elədim Azərbaycan dilinə. O da mənim dünya görüşümün dəyişməsində, həyata, Tanrıya olan münasibətimin dəyişməsində tamamilə əslində gözümüzün önündə baş verən hadisələrin, proseslərin dəyərləndirilməsində mühüm rol oynayıb. Yəni süjet xətti çox sadədir. Düz əvvəldə mürəkkəb bir proses gedir. Anatema şeytan obrazıdır və Anatemanın Tanrı ilə ünsiyyəti var, pərdələr
hissələr arxasından. Amma paralel olaraq ana tema David Lazer adlı bir deməli kasıb yəhudini inandırır ki, o həqiqətən də insanları sağalda bilir və müalicə edir və ondan bir peyğəmbər düzəldir. Daha sonra insanlar şikəst formada onun qapısına axışırlar və şeytan onu tərk edir. Artıq David Lazerin də hər hansı bir gücü qalmır. Lazerdan, şeytandan soruşanda ana temadan nə etməliyəm? Ona uçuruma tərəf gedir. O özünü uçuruma atır və insanlar da kütlədə onun arxasınca uçuruma yönəlir və son dövrlərin hadisələrini şərh eləyəndə, proseslərə nəzər salanda əslində yalancı peyğəmbərlərin, yalancı siyasətçilərin, yalancı insanların, obrazların cəmiyyətə, insanlığa nə qədər böyük ziyan vurduğunu görə bilərik. Bax, o əsər mənim hadisələrə və ümumiyyətlə regionda, dünyada hər şey dəyişən nə varsa ona olan münasibətimi kökündən dəyişir və daha praqmatik yetişməyimdə. Bu əsəri belə ətraflı danışırsınız, belə sevirək, Mən gözünüzdə işıq var. bəli. Amma tərcümə özünüzə aiddir deyənə. Digər əsərləri yadınızda saxlamışsınız, oxuduqlarınızın hamısı yadınızda Yəni, qalır. çox mənim həyatımda dəyişiklik eləyən əsərlər var, toxunan əsərlər var. Təkrar qayıdırsınız onlara? Yox, təkrar qayıtmıram. Yəni mən bu dəqiqə tutaq ki, Dreiser'in dahisinə qayıtmağıma nə ehtiyac var və yaxud Kerbaja qayıtmağa nə ehtiyac, Tolstoyun hər bəsirlik nə üçün, Dostoyevskiyə yenidən qayıtmağa nə ehtiyac var? O mərhələ keçilib artıq. Müəyyən bir zaman kəsiydi. Amma olub, yəni olub, təcrübənizdə əlbəttə var, təkrar oxuduğum əsərlər var, qayıtmışam elə daha əsərlər. gənc yaşlarınızda, orta yaşlarda. Qavrayış fərqli olur, yanaşma fərqli olur. Ətrafındakı mühit təsir göstərir sənə və ola bilsin ki, ətrafında hər hansı bir insanla kitab barəsində müzakirə aparırsansa, tutaq ki, o sənə hər hansı bir müəlliflə bağlı, öz baxış bucağını deyirsə, əsərlə bağlı, onda sənin baxışın dəyişə bilər. Məsəl üçün, mən Gogol'un V əsərini 5 dəfə oxumuşam və uşaqlıq illərimdə oxumuşam, daha sonra gənclik illərimdə oxumuşam və daha sonra müəyyən yetkinlik yaşına çatandan sonra hər dəfə fərqli münasibətim olub. Və hər dəfə artıq mən uşaqlıq illərimdə onu qorxu əsəri kimi qəbul edirdimsə, yəni gənclik illərimdə artıq biraz ritorika və dəyişdi bütün məsələ ilə bağlı baxış bucaq. Amma yetkinlik yaşına çatanda artıq mən o havada uçan deməli cəsədi, tabutu artıq bizim o ideallarımızın gömüldüyü tabut kimi qəbul edirdim və başa düşürdüm ki, o əslində cızıq çəkilib ətrafında tabutun. Bizi qorxudan tabut deyil, bizi qorxudan həmin o cızıqdır ətrafımızda çəkilən. Biz o cızıqdan qorxuruq. Amma bunu başa düşmək üçün mənim artıq 30 yaşım olmalıydı. Mən artıq hadisələrin gedişatını dərk etməliydim. Dünyanın gedişatını dərk etməliydim zaman kəsiyində. Tələbəlik illərimdə Sankt-Peterburqda oxuduğum dövrdə ən çox təsir edən o da mənim sahəmlə bağlı olan idi. Daha çox mən sufi alimlərinə meyl eləyirdim o dövrdə, amma həm də onların bədii əsərlərini oxuyurdum. Ondan Nəfəsi adlı 13-cü əsr, orta əsr sufi alimlərindən biri var idi. Onun iki əsərini oxumuşdum həmin dövrdə. Düzü tərcümə bərbad idi, amma oxumuşdum, yəni prinsip etibarilə. Onun Zubdat el-Haqaiq adlı bir əsəri var, Haqqın qaymağı. O əsər mənim dünya görüşümün dəyişməsində, təkcə ümumiyyətlə tibbə münasibətimin hətta dəyişməsində rol oynamışdı. Yəni söhbət təkcə burada ətrafa, ətraf mühidə, insanlara, qadın, kişi münasibətlərinə və s. bütün bunları deyil, bütövlükdə tibbə, mədəniyyət və hər şeyə münasibətdə dəyişməyə rol oynamışdı və bir nümunə gətirib həyatıma dəyişən bir film də var. Onu da deyim sizə. Bu da Mozart haqqında çəkilən Amadey filmidir və həmin filmə görə mən Bakıya uçmamışdım. Yəni gecə o filmə baxırdı. Bakıya qayıtmalıydım və təsirindən çıxa bilməyib elə
qapıldım, həmin gün uça bilmədik. Sonra, Bu yəqin kitabda da belə olur. Bitirirsiniz, qoyursunuz kənara. bəli, müəyyən təsir altında Onun- düşürsən və istər-istəməsən. Amma zaman keçdikcə artıq Təbii. dəyişir reallıqlar, yəni Bəli, qayğılar, məişət amansızdır. Məişət. Siz bayaq Google'dan danışdınız, Dostoyevskidən. Siz yəqin rus dilində oxumusunuz. Mən belə. Bəli, yəqin ki, Müəyyən zaman ki, Azərbaycan dilində Nazım oxuduğum Hikməti məsələlər yəqin də var. Osmanlı türkçəsində oxursunuz. Ümumiyyətlə gənclərimiz məsələn indi o bizim gənclərimiz ingilis dilinə daha meyllidirlər. Tutalım ki, onlar da Şekspiri orijinalından ana Əla. dilində oxusunlarmı? Əlbəttə. Yoxsa mütaliə ana dilində olmalıdır, Mən elə nitqini formalaşdırmaq? Elə düşünmürəm. Ana dilində mütaliə olmalıdır. Ana dilinə münasibətdə mən bir fərqli yanaşmam var bu tamamilə. Mən ümumiyyətlə düşünürəm ki, baza təhsili ana dilində olmalıdır. Yəni bu fundamental məsələdir. Milli identikliyin qorunması üçün, şuurun qorunması üçün. Çünki dil mədəniyyətin O qədər əsas haqlısınız ki, göstəricisidir. Birincidir. Bəli, Birinci. Qalan nə varsa, ay mən öz dilimdə oxumuram, öz dilimi öyrənirəm və s. və s. Bunlar haqq qazandırmaq üçün metodologiyadır, yəni formadır. Yəni razıyam, insan çox dil bilməlidir. Dillər tədris olmalıdır orta məktəbdə, bir neçə dil tədris olmalıdır yüksək səviyyədə. Amma baza təhsili mütləq ana dilində olmalıdır. Bu söz, ana sözü var onun içərisində, ana dilində olmalıdır. Çünki bizim qan yaddaşımıza keçən bütün o elementlər elə bizim dilimizlə keçir, mahiyyət etibarilə. Amma çox yaxşı olardı uşaqlarımız bir neçə dil bilsinlər və imkan varsa bədii əsərləri onların yazıldığı dildə oxusunlar. Yəni mən təəssüf edirəm ki, mən tutaq ki, Hemingwayi ingilis dilində oxuya bilməmişəm. Amma mən tərcümənin tutaq ki, Qoca və Dənizin də söhbət edir. Onun tərcüməsinin mükəmməl olduğunu, rus dilində oxumuşam, amma mükəmməl olduğunu düşünürəm. Yəni tərcümə ilə sonradan anladım ki, tərcümə ilə əslində orijinal arasındakı elə bir ciddi fərq yoxdur. Yaxud Maupassant'ın o da mənə təsir göstərən və müharibələr haqqında düşüncəmi dəyişən Gömbul O Azərbaycan dilində də çox uğurlu tərcümə olunub. Azərbaycan dilinə Çox uğurlu tərcümə olunub. olunur. Hər iki dildə oxumuşam onu da qeyd edeyim. Amma sonra təsir edib Yapon indi müəllifləri, Yapon hakilləri və Yapon müəlliflərinin prozaları daha çox mənə təsir edib. Onlar haqqında təəssüflər olsun ki, müəlliflərin hamısını yadda saxlamaq olmur. Çünki artır yığılır və hamısını nəticə etibarilə ifadə etmək olmur. Bunların hər birinin düşüncəmə, taleyimə, həyat tərzimə kifayət qədər ciddi təsir göstərib. Bəs ədəbiyyatın milli təfəkkürün formalaşmasındakı rolu tamamilə yoxa çıxıb, yoxsa hələ Yox, var. Var, hələ Yoxa çıxmayıb. Ədəbiyyat deyəndə biz klassik olaraq qəbul etdiyimiz ədəbiyyat nümunələri var. Tutaq ki, bu müəyyən janrlarda yazılanlar və bir də bilmədiyimiz tərəfləri, janrları var. Bilmədiyimiz tərəflər var və eyni zamanda tutaq ki, ola bilsin ki, indi həm gənclərin dedikləri kontekstdən yanaşıram, müstəvidən yanaşıram. Məsələn, bir status belə insanın düşüncəsini dəyişə bilər, yəni prinsip etibarilə və düşünürəm ki, daha dərin, daha alt qatlara enməyi bacarsalar və nəinki ucuz və sənə ani təsir göstərəcək, ani heyrətləndirəcək deməli fikirlərin arxasınca yürüyəsən və onlar sənə nəticə etibarilə heç nə verməyəcək. Unudulacaq olar, hə. Əlbəttə, qısa bir zaman kəsiyində. Əyləncə kimidir. Gücü qədər də unudulmaq sürətə eyni olacaq. Əyləncəli musiqi kimidir. Dinlədin, getdi, bitdi, ancaq sənə heç nə verməyəcək. Ədəbiyyat sənə dərin qatlar, hətta hisslərinin dərin qatlarına enməsinə, özünü tanımağına imkan yaradır. İnsan üçün ən vacib faktorlardan biridir. İnsan birinci növbədə özünü tanımalıdır və daha sonra cəmiyyət dərk edə bilər. Amma gəlin cəmiyyətin sürətini göz ardı eləməyək ki, çox sürətli cəmiyyətdədir və doğrudan da qalın Tolstoy oxumağa doğrudan da gənclərin vaxtı qalmır. Çünki amma lazımdır. Son günlər biraz kirə predmetində qəbul imtahanları çətinləşir, buraxılış imtahanlarına müəyyən hər il islahatlar aparılır. Doğrudan oxumaq yaşlarıdır əslində. Bayaq dediniz, özlərini formalaşdıran yaşlardır və bir qədər də onların tərəfindən baxanda əslində mən təhsilə münasibətli biraz fərqli yanaşım. Mən düşünürəm ki, bu qədər yüklənmək yüklənmə kökündən yanlışdır ümumiyyətlə. Ümumiyyətlə
təhsildə iki pilləli nə varsa hamısının aradan qaldırılmasının tərəfdarıyam. İkisini biz də pillələr Yüklənmə, təbii hə. bir pilləli proses olmalıdır və daha asan olmalıdır. İnsanın seçim hüququnu məncə daha geniş imkanlarla genişləndirmək lazımdır. İmkan yaratmaq lazımdır ki, orta məktəblə təhsil deməli bütün fənlərlə bağlı əldə olunan nəticələr dünyada qəbul olunmuş praktikadır. Nəticələrə uyğun olaraq səni universitet seçməyə bacarsın. Universitetlərə də bir seçim imkanı vermək lazımdır ki, onlar da öz mütəxəssislərini, gələcək tələbələrini, bəlkə də əməkdaşlarını seçmək. Əldə eləyirlər və nəticə də hasil olur. Nəticə də əldə eləyirlər prinsip etibarilə. Çünki artıq biz başqa portfolyo istəyir tələbədən. Məsələ burasındadır ki, biz bir tərəfdən Bologna sistemini tətbiq edirik. O bir tərəfdən də Sovet elementlərini qoruyub saxlayırıq. Yəni bu absurd bir şeydir. Təsəvvür edin ki, nə bilim, bu velosipedə motor qoymaq üçün bir şeydir. Yəni bunun üçün motosikl var da. Sən nə üçün velosipedə motor qoyursan? Yəni mahiyyət etibarilə bu yanlış təsəvvürdür. Yanlış yanaşmadır. O bütövlükdə bizi bir çox məsələlərdən biraz vaxtını alırıq gəncin. Sonra gəncə imkan vermək lazımdır ki, özünü formalaşdırsın, yetişdirsin və elə Tolstoy da oxusun, Dostoyevskini də teatrda getsin, Nizamini də oxusun, Füzulini də oxusun, şərq mədəniyyəti ilə də, qərb mədəniyyəti ilə də tanış olsun və nəticə etibarilə bir şəxsiyyət olaraq formalaşsın. Teatra getsin, uşaq illərindən başlayaraq teatra getsin. O baxımdan mən itirilən mərhələdən danışırdım. Əgər uşaqlıqda sən teatra getmirsənsə, nəticə etibarilə böyüyəndə də getməyəcəksən. Çünki sənin o mədəniyyətin formalaşmayacaq. Ən böyük problem bizdə oxu mədəniyyətinin də, teatr mədəniyyətinin də, hətta kino mədəniyyətinin də sıradan çıxmasıdır. Mədəniyyət olaraq sıradan çıxıb. Və bunu bərpa eləmək çox çətin bir prosesdir. Bizim bayaq dediyim kimi auditoriyamız ümid edirik ki, gənclər olacaq. Onlara xitab edirik və gəncləri maraqlandıran bir sual verəcəm sizə. Ədəbiyyat sosial şəbəkələrlə rəqabətdə yoxsa ümumiyyətlə bu müqayisə kökündən yanlışdır? Yanlışdır təbii ki. Sosial şəbəkələr kommunikasiya vasitəsidir. Amma vaxtını alır onlar. Alır, almasın. Yəni başa düşmək lazım ki, ona heç nə verməyəcək. Kommunikasiya kimi düzgün istifadə etməyə bacarsın. Məgər sosial şəbəkələrdə ədəbiyyat səhifələri yoxdur, var əlbəttə. Və yaxud da onların elmi bilgilər əldə edə biləcəyi səhifələr var. O kiminsə statısını oxuyub 5 dəqiqə gülməkdənsə gedib bu ciddi özləri üzər. O 5 dəqiqə itirilən onların həyatından itirdikləri zaman kəsiydi. Çünki gələcək tamamilə fərqli, amansız bir gələcək gəlir qarşımızda. Bu bizdən rəqabətə davamlı olmaq tələb edir. Sən artıq təkcə öz şagird yoldaşların ya tələbə yoldaşlarının arasında rəqabət aparmayacaqsan. Sən dünya ilə rəqabət aparacaqsan. Baxımdan da həm fundamental bilgilərin olmalıdır. Əgər sən ədəbi tərəfində varsa, sən bir addım öndəsən. Təsəvvür edin ki, IT mühəndisinin, mütəxəssisinin ədəbi bilgiləri var. Bu insanda 6-cı hissin formalaşmasına imkan yaradan, ona yəni geniş imkanlar tanıyan bir faktordur. Onun dünya görüşünün genişlənməsinə, fantaziyasının genişlənməsinə imkan yaradır. Rəqəmsal dünya əslində son nəticədə bizim fantaziyamızla idarə etdiyimiz nə varsa odur. Yəni insan dünya görüşündə nə varsa o daşınır. Sən hardansa gətirib onu ortaya çıxartmırsan. Amma sənin ədəbi zövqün və ədəbi bazan var. Nəticə etibarilə sən onu həm də bura daşıya bilirsən. Sən bir addım öndəsən başqalarına nisbətən. Gənclər bunu bilməlidirlər. Bunu gənclərə demək fürsətiniz olur yəqin ki. Görüşlər keçiririk, məktəblərdə dəvət edirlər, ayrı-ayrı məktəblərdə görüşlərimiz olur. Onlara müqayisəli şəkildə bütün bunları izah etməyə çalışıram və düşünürəm ki, biz artıq, yəni sosial şəbəkə artıq ötürülən bir mərhələdir. Baxın, biz keçdi artıq. Biz indi süni intellekt reallığı ilə qarşı-qarşıya qalmışıq. Bu baxımdan da biz artıq süni intellektlə rəqabət aparmağa alışmalıyıq. Elçin bəy, mənim suallarım çoxdur, amma vaxt yenə amansızdır, vaxt bizdən güclüdür. Amma mən belə başa düşdüm ki, siz gənclərə oxuyun deyirsiniz. Əlbəttə oxuyun deyirəm. Bizi izlədiniz, Elçin bəy eşitdiniz. Gənclər oxuyun. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.